Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi, ant verirəm sizi ölənlərimizin goruna. Bu Saray körpüsünü qutarın da. Qutarın, biz qalmışıq burada Yaşıldərə yolunda tıxaclarda. Bir müddət əvvəl Sumqayıt şəhərinin Saray qəsəbəsi ilə birləşdirən istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan iki hərəkət zolaqlı avtomobil körpüsü Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən sökülüb. Onun yerində 4 hərəkət zolaqlı yeni körpü inşa edilib. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmir yolu xətti və Samur-Abşeron kanalının üzərində yerləşən yeni körpüyə aparılan yanaşma yollarının genişləndirilməsi işləri davam etdirilir. Layihə çərçivəsində mövcud yolların eyni artırılaraq hər istiqamət üzrə 2 zolaq olmaqla ümumilikdə 4 hərəkət zolağı yola çevrilir. Genişləndirmə işləri ilə yanaşı zəruri sahələrdə istinad divarlarının tikintisi və vətəndaşların təhlükəsizliyin hərəkətini təmin etmək məqsədi ilə piyada səkilərinin inşası da nəzərdə tutulub. Hazırda istinad divarlarının alt hissəsində sıvay vurma işləri tamamlanıb. Paralel olaraq istinad divarlarının inşası və uçqun riski olan ərazilərdə dolğu işləri həyata keçirilir. Bu mərhələnin başa çatmasından sonra mövcud asfalt örtüyünün frezlənməsi və yeni asfalt örtüyünün döşənməsi, eləcə də piyada səkisinin tikintisi işlərinə başlanılacaq. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmir yol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüyə aparan yanaşma yollarının genişləndirilməsi işləri davam etdirilir. Layihə çərçivəsində mövcud yolların yeni artırılaraq hər istiqamət üzrə 2 zolaqlı olmaqla ümumilikdə 4 hərəkət zolaqlı yola çevrilir. Genişləndirmə işlərinə yanaşı zəruri sahələrdə istinad divarlarının tikintisi və vətəndaşların təhlükəsiz hərəkətini təmin etmə məqsədilə piyada səkilərinin inşası da nəzərdə tutulub. Hazırda istinad divarının alt hissəsində sıvay vurma işləri tamamlanıb. Paralel olaraq istinad divarının inşası və uçqun riski olan ərazilərdə dolğu işləri həyata keçirilir. Bu mərhələnin başa çatmasından sonra mövcud asfalt örtüyünün frezlənməsi, yeni asfalt örtüyünün döşənməsi və piyada səkilərinin tikintisi işlərinə start veriləcək. Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən, istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan iki hərəkət zolaqlı avtomobil körpüsü Nəqliyyatı İdarəetmə Şurasının qərarına əsasən sökülüb. Onun yerində 4 hərəkət zolaqlı yeni körpü inşa edilib. Nizam Rəsulov, xüsusi olaraq Dinas TV üçün.